Azərbaycan Milli QHT Forumu İdarə Heyəti 1 illik fəaliyyətinə dair ictimai hesabat xarakterli mətbuat konfransı keçirdi. Forumun İdarə Heyətinin sədri Ramil İskəndərli qurumun iflic vəziyyətindən yeni və çevik idarəçilik mexanizminə keçid prosesindən danışdı. 116 ölkədən iştirakçı olmaqla Qlobal Cənub QHT platforması təsis olundu və mənzil qərargah Bakıda olması qəbul edildi və Milli QHT Forumunun məhz ofisi qərargah rolunu oynayacağı barədə qərar qəbul edildi. Və bu eyni zamanda onun göstəricisidir ki, beynəlxalq təşkilatlar artıq Milli QHT Forumuna etibar edir və onu dəstəkləyir. Milli QHT Forumu İdarə Heyətinin üzvü Zahir İbrahimli Qlobal Cənub QHT platformasının qoşulmama hərəkatının QHT şəbəkəsi adını daşımağa tam haqqı olduğunu qeyd etdi. Bugün Azərbaycanda qeyri-hökumət təşkilatlarının inkişaf siyasəti ölkənin milli inkişaf prioritetləri siyasəti ilə ahəngləşib, ona uyğunlaşıb və bu çərçivədə həyata keçirilir. Və bu həm də Azərbaycan qeyri-hökumət təşkilatlarının hansı səviyyə gəlib çatdığının əyani bir sübutudur. Və bu çərçivədə də Azərbaycan Milli Qeyri-hökumət Təşkilatları Forumu da dinamik inkişafdadır və artıq öz uğurları ilə öyünə bilər, real nəticələri var. İdarə Heyətinin üzvü Milli Məclisin deputatı Azər Allahveranov isə ötən bir il ərzində Azərbaycan QHT-lərinin beynəlxalq əməkdaşlığı üçün böyük imkanların açılmasını, həm də QHT-lərin inkişafı siyasətinə məsul olan dövlət qurumlarının böyük zəhmətinin, fədakar xidmətinin nəticəsi kimi qiymətləndirdi. Bir il ərzində ictimai şuralarla çox sıx yaxından işləyən Milli Qeyri-hökumət Təşkilatları Forumu onlara həm metodiki konsultativ köməklər göstərməklə yanaşı, məsləhətlər verməklə yanaşı, eyni zamanda ictimai şuraların da bir institut olaraq, bir önəmli bir institut olaraq dövlətin bu və digər istiqamətdə həyata keçiriləcəyi siyasətə yaxından dəstək göstərilməsi formatında işinin qurulmasına nail olmuşdu Azərbaycan Milli Qeyri-hökumət Təşkilatları Forumu. Hesab edirəm ki, bu da bizim bu bir il ərzində əldə etdiyimiz uğurlardan biridir. Yekunda Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti 1 illik fəaliyyət dövrünün forum üçün mühüm mərhələnin başlanğıcı olduğunu bildirərək, qarşıdakı dövrdə həm yerli, həm də beynəlxalq miqyasda vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcəklərini də vurğuladı. Toplantıda o da qeyd olundu ki, Azərbaycan Milli QHT Forumu 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumuna da ciddi hazırlaşır. Artıq forumun təşəbbüsü ilə 2025-ci il martın 12-sində WUF-13 QHT koalisiyası təsis olunub. Hibrid formatda keçirilən təsis konfransına 18 ölkədən 25 xarici QHT qatılıb. Azərbaycan tərəfini koalisiyada milli QHT-lərin flaqmanı olan Azərbaycan Milli QHT Forumu təmsil edir.